Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün 22 fevral tarixində keçirilmiş Qayıt və buraxılış imtahanından 11-ci siniflər sunulan riyaziyyat suallarını izah edirəm. Gəlin birinci sualdan başlayaq. 61-ci sual. Bərabərsizliyin ən böyük həllini tapın. Deməli, mənə deyir ki, bu kəsir, yəni rasional kəsir sıfıra bərabər və ya sıfırdan böyük olmalıdır. Mən də burada birinci məxrəcə baxacağam. Və görürəm ki, məxrəcdə yazılıb ki, kök altında 3 çıxılsın 2. Mən belə yazıram. Kökdə 3 çıxılsın. 2-ni kök altında göstərsəm, kök altında 4 kimi. Kiçik ədəddən böyük çıxıramsa, bu mənfidir, düzdür? Məxrəc mənfidir. Mənə deyir ki, müsbət olsun və yaxud da sıfıra bərabər. Onda sürət, yəni x çıxılsın 2 mənfi olmalıdır ki, mənfini mənfiyə böləndə müsbət versin. Deməli, bu da mənfi olmalıdır. Və deyir ki, bu rasional kəsir sıfıra bərabər olsun. Onda sürət, yəni x çıx 2 sıfıra bərabər olmalıdır. Bu da həll eləsək, x kiçikdir bərabərdir 2-dən. Ən böyük tam həlli də elə 2-yə bərabərdir. D variantı. 62-ci sual. Fx bütün ədəd oxunda təyin olunmuş azalan funksiyadır. Fx azalan funksiyadır. Hansının qiyməti ən böyükdür deyir. Bizdən böyük olanı istəyir. Əgər funksiyam artan olsaydı, burada x'in yerində duran ədədlərdən ən böyük olan ən böyük olardı. Amma azalan funksiya olduğu üçün x'i ən kiçik olan bizim cavabımız olacaq. Burada ən kiçik olan təbii ki, müsbətlər və yaxud da sıfır deyil. Mənfilərə baxıram. Mənfi 2 yoxsa mənfi 1 hansı daha kiçikdir? Mənfi 2 daha kiçikdir. Düzdür, onda funksiyanın qiyməti daha böyük olacaq. Yəni D variantı. 63-cü sual. Vektorları perpendikulyar olarsa C vektorunun uzunluğunu tapın. A və B vektorları perpendikulyardırlarsa bu zaman A və B'nin skalyar hasili A vurulsun B bərabər olmalıdır sıfıra. Mən vururam. 2 vurulsun 3. Yəni 6 mənfi 1 vurulsun M. Mənfi. Üstə gəlinsin mənfi M. Bərabər olmalıdır sıfıra. Buradan da m bərabərdir 6-ya. C vektoru 6, 6 üstə gəl 2 də 8 vektorudur. C vektorunun uzunluğu, yəni modulu da kök altında 6-nın kvadratı üstə gəl 8-in kvadratı, yəni 10-a bərabərdir. A variantı. 64-cü sual. Fx 5 üstü x üstə gəl 9 funksiyasının qrafikinin OY oxu ilə kəsmə nöqtəsinin ordinatını tapın. OY oxu ilə kəsişirsə, x bərabər 0 olmalıdır. X-in yerinə 0 qoyuram. 5 üstə 0 üstə gəl 9. Bərabərdir 1 üstə gəl 9, yəni 10. Deməli, y oxu ilə kəsişən zaman x-im 0-dır, y-im 10-dur. Koordinatım 0, 10 şəklindədir. Ordinatımız da elə 10-dur, yəni Y variantı. 65-ci sual. Kvadratın diagonallarının kəsişmə nöqtəsindən təpələrinə qədər məsafə 4 cm-dir. Bu kəsişmə nöqtəm olsun. Deməli, təpə nöqtəmə qədər məsafə 4-dür. Bura 4-dürsə, həmçinin bura da 4-dür. Çünki diagonallar kəsişən zaman yarı bölünür. Onda kvadratın diagonalı 8 cm-dir. Bizdən sahəsini istəyir. Kvadratın sahəsi A kvadratı və yaxud da D kvadratı böl 2 ilə hesablanır. Mənim də diagonalım məlumdur. 8-in kvadratı böl 2. 32-yə bərabərdir. Bu da C variantı. 66-cı sual. İfadənin qiymətini hesablayın deyir. Baxıram birinci loqaritma 2 əsasdan olan hissəyə. Əsasım eynidirsə, loqaritma 2 əsasdan 5-i vururam 1,6-ya. Nəyə görə? Əsas eynidirsə, loqaritmalar toplanan zaman, bax bu 5 və 1,6 bir-birinə vurulur. Bu da oldu 8. Üstə gəlinsin. LC 0,1 düzdür. 0,1 nədir? Kəsir kimi 10,1. Yəni 10 üstü mənfi 1. Mən 0,1 belə yazıram. 10 üstü mənfi 1 kimi. Bərabərdir. Loqaritma 2 əsasdan 8 nədir bizdə? 2 üstü 3. 2-lər getdi. Deməli, bunun cavabı nə olacaq? 3. Üstə gəlinsin. LC də bizdə loqaritma 10 əsas deməkdir. 10 əsasdan 10 üstü mənfi 1. Onlar gedir. Cavabımız mənfi 1'dir. 3 üstə gəlinsin. Mənfi 1. Yəni 2. Y variantı.
67-ci sual. Torbada 6 qırmızı və 4 ağ kürə var. Geri qaytarılmadan seçilmiş 2 kürədən birincinin qırmızı, ikincinin ağ olması hadisəsinin ehtimalını tapın. Birinci biz deməli, birinci kürənin bizdən qırmızı olmasını istəyir. Gəlin bunun ehtimalını tapaq. Deməli, məxrəcdə mümkün hallar. Kombinzon 6 üstəgəl 4. Ondan 1. Sürətdə isə əlverişli hallar. Qırmızını seçməliyəm. 6 dənə qırmızı var. Onda kombinzon 6-dan 1 olacaq. Bu birinci ehtimalım. Vurulsun. İkinci ehtimalıma baxıram. Kürə geri qaytarılmadığı üçün 10 dənə kürədən artıq birini götürmüşəm. Geri 9 kürə qalıb. Mümkün hallarım kombinzon 9-dan 1-dir. Əlverişli hallarım isə ağ olmasını istəyir. 4 dənə ağ var. 4-dən 1 bərabərdir. Kombinzon 6-dan 1 bizə elə 6-ya bərabərdir. Kombinzon 4-dən 1 də 4-ə bərabərdir. Kombinzon 10-dan 1 10-a bərabərdir. 9-dan 1 də elə 9-a bərabərdir. Burada ixtisarlarımı aparsam, 3-ə ixtisar aparsam 3, burada 2. 4-ü 2-yə ixtisar aparsam 2, 10-da 2-yə bölsəm 5. Deməli, 4 bölünsün 15. Yəni 15-də 4 A variantı. 68-ci sual. Alfa və beta bucaqları düzbucaqlı üçbucağın iti bucaqları olarsa, bu ifadənin qiymətini hesablayın. Fikir versəz, baxın bu düstur sizə sinus alfa üstəgəl betanın düsturunu verir. Sinus alfa üstəgəl betadır. İndi deyək ki, alfa ilə beta da düzbucaqlı üçbucağın iti bucaqlarıdır. Biri alfadır, digəri betadır. Deməli, alfa üstəgəl beta hər zaman 90-dır. Nəyə görə? Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi həmişə 90 olmalıdır ki, düz bucaqların toplanan zaman daxili bucaqların cəmi 180 versin. İti bucaqların cəmi hər zaman 90-dır. Gətirib yerinə qoysam, sinus 90 dərəcə, bu da 1-ə bərabərdir. Deməli, bu ifadə elə mənə 1-ə bərabər, düzdür? Onu gətirib buradan yazıram. 1 üstəgəl, geridə burada yenə 1 var. 1. Bu da bərabərdir 2-yə, yəni B variantı. 69-cu sual. Şəkildə MN AB-yə paraleldir. MN bölünsün AB 3-ün 7-yə nisbətdədir. Onda MN 3K olacaq. AB-də 7K. Bura 3K-dır, AB-də 7K-dır. İndi fikir versəz, paralel düz xəttlər var. Həmçinin paralel düz xəttlər olduğuna görə və təpə bucağımda burada fikir versəz eyni C bucağıdır. 3 bucaq MCN və 3 bucaq ACB. Bunlar oxşar üç bucaqlardır. Onda mən bu üç bucaqların tərəflərinin nisbətlərini bir-birinə bərabər götürə bilərəm. Yəni MN bölünsün deməli AB bərabər olacaq CN bölünsün CB-yə. CN bölünsün CB-yə. Bu da bizdə necə verilib? 3-ün 7-yə. 3 bölünsün 7. Bu zaman CN olacaq 3K, CB olacaq 7K. Mənə isə CN böl NB-ni istəyir. Əgər CN 3K, CB 7K-dırsa, onda NB də ümumi 7K-dan çıxıram 3K-nı. 4K-ya bərabər, düzdür? Burada 4K-dır. 3 ilə 4-ün cəmi bizə 7 verir, düzdür? CN bölünsün NB də 3K bölünsün 4K. K'lar gedir, 3 bölünsün 4, C variantı. 70-ci sual. A üstəgəl B cəmini tapın. Deməli, sürətə baxsaz, bu şəkildə yazıram mən. A kvadratı. Birinci gəlin, bax bu hissəni yazaq. Üstəgəl 6A, üstəgəl 9. Və burada çıx B kvadratı var. Bunu da ən sonda yazıram. Bərabər olacaq nəyə? İlk 3 həddinə fikir versəniz, bu bizə A üstəgəl 3-ün kvadratını verir. Çıxılsın B kvadratı. Bərabərdir. Baxıram ki, kvadratlar fərqi var. Düzdür burada. Kvadratlar fərqi müxtəsər vurma düsturu ilə necə idi? A üstəgəl 3. Bir dəfə çıx B yazıram. Vurulsun. Burada yerləşməyəcək, aşağıdan yazıram. Bir dəfə də birinci hədd üstəgəl ikinci hədd.
A üstə gəl 3 üstə gəl B olacaq. İndi mən bu kəsrin qiymətini hesablasam, deməli A üstə gəl 3 çıx B vurulsun. A üstə gəl 3 üstə gəl B. Məxrəcdə də nə yazılıb bizdə? A çıx B üstə gəl 3. Fikir verin, A çıxılsın B üstə gəl 3. Bax, bu elə yuxarıda da toplamların yerini dəyişib yazılıbdır. Yəni bir-birinə bərabərdir. İxtisar gedir. Cavabımız elə olacaq bizim. A üstə gəl B üstə gəl 3. Və bu ifadənin qiyməti bizdə məlumdur. 9-a bərabərdir. A üstə gəl B üstə gəl 3 9'dur. Onda A üstə gəl B də 6'dır. B variantı. 71-ci sual ifadənin qiymətini hesablayın. Birinci mən fərqi kvadrata yüksəldirəm. 4'ün kvadratı çıx 2 vurulsun 4 vurulsun kök altında 5. Üstə gəl kök altında 5'in kvadratı. Üstə gəlinsin 8 kökdə 5. Üstə gəlinsin 3. 16 çıx 8 kökdə 5. Üstə gəl 5. Üstə gəl 8 kökdə 5. Üstə gəl 3. Müsbət və mənfi 8 kök 5 islah gedir. 16 üstə gəl 8, yəni 24 cavabımız C variantı. 72-ci sual. Orta xətti 21 cm olan trapesiyanın oturacaqları deməli 2-5 nisbətindədir. Kiçik oturacağını tapın. Oturacaqlar 2-5 nisbətindədirsə, biri 2K-dır, digəri 5K-dır. Və məndə orta xətt verilibdir. Orta xətt oturacaqlarımın cəminin yarısıdır. Bu da bərabərdir 21'ə. Bu zaman 7K bərabərdir 2 vur 21, yəni 42. K da bərabərdir 6. Oturacaqlarımın biri 2K idi. 2 vurulsun 6. Biri 12'dir. Digəri 5 vurulsun 6, yəni 30'dur. Məndən kiçiyini istəyir. O da elə 12'dir. A variantı. 73-cü sual. Tənliyinin ən kiçik müsbət həllini tapın. Düzdür? Deməli, normalda biz bunu trigonometrik tənliklərlə yaza bilərik. Amma onsuz da məndən ən kiçik müsbət həllini istəyir. Tangens kök altında 3'ü neçə dərəcədə alır? 60 dərəcədə alır. Düzdür? Onda 2x üstə gəl 10 dərəcə bərabər olmalıdır. 60 dərəcəyə 2x 50 dərəcədir. X da 25 dərəcədir. Ən kiçik müsbət həlli də elə C variantıdır. 74-cü sual. Tənliyi ilə verilən çevrənin radiusunun tam hissəsini tapın. Deməli, çevrənin tənliyi tam kvadratlarına ayrılmış verilməlidir. Baxıram ki, burada x olan hissəmdə tam kvadrata ayrılıbdır, y olan hissəmdə tam kvadrata ayrılıbdır. Onda bax, bu 12 bizdə nədir? R kvadratı. Bu zaman R bərabərdir kök altında 12'yə. Kök altında 12'də kök altında 9 və kök altında 16'nın arasındadır. Yəni, təxminən tam hissəm 3'dən böyükdür, düzdür? Tutaq ki, 3 onda 1'dir. 3 onda 1 deyil, ha. Təxmini olaraq yazdım. Tam hissəm neçədir? 3. Çünki kök altında 9'dan böyükdür. Tam hissəm məndən soruşulur. O da elə 3'ə bərabərdir. Deməli, mən şəkli burada əvvəlcədən çəkdim. Bizə deyir ki, mail ilə müstəvi arasındakı bucaq tap. Deməli, birinci bizə deyirdi, müstəvinin xərcini götürmüş bir nöqtədən mail çəkin. Mən maili çəkdim, 24 cm-dir. Deyir ki, bu mailin müstəvi üzərindəki proyeksiyası. Proyeksiya sözü varsa, həmin nöqtədən mailə bir hündürlük çəkirəm. Çəkdikdən sonra proyeksiya bu hündürlük deyil, ha. Hündürlüyün əmələ gətirdiyi kölgədir. Baxın, buradır. Yaxşı. Deməli, bu da bizdə 12 kök altında 3'ə bərabərdir. Proyeksiyam 12 kökdə 3'dür. Deyir ki, mailin əmələ gətirdiyi, yəni mailin müstəvi ilə əmələ gətirdiyi bucağı tapın. Alfa bərabər sual, düzdür? Deməli, mən birinci buradan bu hündürlüyə bir h desəm, hündürlüyü tapmalıyam. Hündürlüyün kvadratı üstə gəl. Proyeksiya 12 kökdə 3'ün kvadratı bərabərdir mailin, yəni 24'ün kvadratı. Nəyə görə? Çünki Pifagor teoreminə görə düz bucaqlı üç bucaqda katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratı olur. Buradan da h kvadratı bərabər 144 alınır. H da bərabər 12. Deməli, mənim hündürlüyüm 12'dir. İndi fikir verin, alfanın qarşısında duran bax bu hündürlük, yəni katet hipotenuzun yarısıdır. Bu nə zaman belə idi? Alfa 30 dərəcə olarsa. Deməli, alfa 30 dərəcədir. Məndən də həmin bucağı istəyir. Cavabımız elə 30 dərəcədir.
76-cı sual. A parametrinin hansı qiymətində tənliyinin köklərinin biri mənfiçidir? Tənliyinin kökünün biri mənfi 2-dirsə, gətirirəm x-in yerinə mənfi 2 qoyuram. 2 vurulsun mənfi 2-nin kvadratı, çıxılsın a vurulsun mənfi 2 çıx 8 bərabər 0. 8 üstə gəl 2a çıx 8 bərabər 0. Müsbət 8 mənfi 8 islah gedir. 2a bərabər 0. Deməli elə a da 0-a bərabər. Cavabımız 0 olacaq. 77-ci sual. Çevrə daxilinə çəkilmiş dördbucaqlının təpə nöqtələri çevrəni ardıcıl olaraq biri digərindən 20 dərəcə böyük olan 4 qövsə bölür. Onda biri x-dırsa ardıcıl olaraq 20 dərəcə artır. Yəni BC qövsüm x üstə gəl 20 dərəcə olacaq. CD x üstə gəl 40 dərəcə olacaq. AD də x üstə gəl 60 dərəcə olacaq. 4 qövsün cəmi tam bucaqdır. Yəni çevrə neçə dərəcədir? 360 dərəcə. Bunların cəmi bizdə olacaq necə? X üstə gəl 20, x üstə gəl 40, x üstə gəl 60. Bərabər olacaq 360-a. Bir dənə mən bu yuxarıdakını silim. Qarışmasın da. Aha. Deməli 360 dərəcə olmalıdır. Buradan toplayan zaman 4x bərabər 360 çıxılsın 120. Yəni 240. X da bərabər 60 dərəcə alınır. Deməli AB qövsüm 60 dərəcədir. BC 80 dərəcə. CD 100 dərəcə. AD də 120 dərəcə. Mənə deyir ki, dördbucaqlının deməli ən kiçik daxili bucağını tapın. Deməli birinci bucaq BAD-ni tapmaq üçün nə edə bilərəm? BAD qövsüm, deməli bucağın daha doğrusu BAD bucağın, bucaq BAD. Hansı qövsə söykənib? BD qövsünə. BD qövsünə söykənir. Deməli BAD daxilə çəkilmiş bucaqdır. Onda söykəndiyi BD qövsünün yarısına bərabərdir. Bucaq BAD. BD neçə dərəcədir? Baxın, BD 80 üstə gəl 100. 180 bölünsün 2 olacaq. Yəni 90 dərəcə. İndi B bucağını tapaq. Deməli ABC. Bucaq ABC. Hansı qövsə söykənir? AC qövsünə. Onda AC qövsünün yarısıdır. AC qövsü 120 dərəcə, üstə gəlinsin 100 dərəcə. Yəni 220 dərəcədir. 220 böl 2 110 dərəcədir. Daha sonra deməli gəlirəm C bucağına. Bucaq BCD bərabərdir. Hansı qövsə söykənib? BD qövsünə. BD qövsünün yarısı olacaq. BD qövsü deməli 60 və 120 cəmi bizə verir 180 dərəcə bölünsün 2 90 dərəcədir və nəhayət D bucağı. Bucaq ADC. AC qövsünün yarısı olacaq. AC qövsü də 60 və 80-in cəmi 140. 140 bölünsün 2 də bizə verir 70 dərəcə. Ən kiçiyi də elə 70 oldu. 78-ci sual. 9 elementli çoxluğun 3 elementli alt çoxluqlarının sayını tapın. Bu kombinizon ilə hesablanır. Deməli 9 elementli isə kombinizon 9-dan 3 bərabərdir. 9 faktorial bölünsün 9 çıx 3 faktorial vurulsun elə 3 faktorial bərabərdir. 9 faktorial bölünsün 6 faktorial vur 3 faktorial. 9 faktorial 6 faktorial vurulsun 7 8 9'du bölünsün 6 faktorial vur 3 faktorial da elə 6'ya bərabər. Yəni 2 vurulsun 3 kimi yazıram. 6 faktorial getdi. 2'ni və 8'i ixtisar aparsam sürətdə 4. 9 və 3'ü də ixtisar aparsam 3. 4 vur 3 vur 7. 7 vur 4 vur 3. Yəni 84. Deməli alt çoxluqlarımın sayı 84'dür. Deməli indi isə keçirik ətraflı həll tələb edilən suallara. Ətraflı həll tələb edilən sualların izahına başlamazdan əvvəl sizdən kiçik bir xahişim var. Əgər hələ də kanalıma abunə deyilsəniz, zəhmət olmasa kanalıma abunə olun. Çünki bu sizin üçün kiçik bir addımdır, amma mənim üçün böyük bir motivasiya mənbəyidir. Abunə olan hər kəsə çox təşəkkür edirəm. Gəlin davam edək. 79-cu sual.
Ədədi silsilənin ilk 27 həddinin cəmi 135 olarsa, S27 bərabər 135. A5 üstəgəl A23 istəyir məndən. A5-i yazıram. A1 üstəgəl 4D kimi üstə gəlinsin. A23'ü də yazıram. A1 üstəgəl 22D kimi. Bu da bərabərdir. 2A1 üstəgəl 26D. Məndən bax bunu istəyir. Onda mən 2A1 üstəgəl 26D'yə bir dənə böyük bir x deyirəm. X bərabər sual. İndi S27'nin açılışını yazıram. S27 bizim düsturumuz necə idi? 2A1 üstəgəl n çıx 1. N'in yerində 27 yanıb. 27 çıx 1 vurulsun D bölünsün 2 vurulsun n. N də 27'ye bərabərdir. Bu da olur 2A1 üstəgəl 26D bölünsün 2 vurulsun 27 bərabər 135'e. Buradan 27'yi hər tərəf ixtisar aparsam, burada 1, burada 5. 2A1 üstəgəl 26D'yə mən nə demişəm? X demişəm. Onda gəlin belə yazaq. X bölünsün 2 vurulsun 1 bərabərdir 5'e. Buradan da çarpaz vursam x bərabərdir 10. Məndən də x istəyirdi. X'i tapdım ki, ona bərabər. Cavabımız elə 10 olacaq. Səksəninci sual. ABC bərabər tərəfli üçbucaq AB 12, AD DB-yə bərabər DY BC-yə perpendikulyar olarsa YC-ni tapın. YC-yə bir dənə x deyəcəm. Deməli, tərəfi 12 cm-dir. Bərabər tərəfli olduğu üçün bütün tərəflər 12-dir. Burada deməli AB də 12-dir. Və deyir ki, AD DB-yə bərabərdir. Onda D orta nöqtədir. Ümumi AB 12-dirsə, yarı bölünüb 6, 6 kimi bölünüb. Daha sonra BC də bizdə tərəfdir, düzdür? Yəni 12-yə bərabər olmalıdır. İndi YC x-dırsa, BY də olmalıdır. 12 çıx x. Ümumi 12'dən çıxıram. YC'nin uzunluğunu x'i çıxıram. BY olur 12 çıx x. Həqiqətən də 12 çıx x üstə gəlinsin x. Mənə nə verəcək? Elə 12'ni verəcək. Deməli, YC-ni tapmaq üçün mən C təpə nöqtəsindən D-ni birləşdirən bir düz xətt çəkirəm. Və bu düz xətt D orta nöqtəni birləşdirdiyi üçün CD bizdə nə olacaq? Median. İndi bərabər tərəfli üçbucaqda median, hündürlük, tən bölən üçü də bir-birinə bərabər idi. Onda CD həm mediandır, həm də hündürlükdür. Həmçində tən böləndir. Bir daxili bucağım 60 dərəcə idisə, yarı böldü. Necə böləcək? 30 dərəcə, 30 dərəcə kimi. Burada 30 dərəcə olacaq. Burada 30 dərəcə olacaq. Daha sonra biz burada nə edə bilərik? Baxıram ki, 90, 30, onda avtomatik A bucağım 60 dərəcədir. Onsuz da elə bərabər tərəfli üçbucaqda, yəni bir daxili bucaq 60 dərəcədir. Deməli, 60 dərəcənin qarşısında duran katet, yəni CD bərabər olur hər zaman 30'un qarşısında duran katet, yəni 6'nın kökdə 3 mislinə. CD bərabərdir 6 kökdə 3'ə. Mən DY-ni tapmaq istəyirəm. DY bərabərdir. DY 30 dərəcəli bucağın qarşısındadır. Düz bucaqlı üçbucaqdır. Düz bucaqlı üçbucaqda 30 dərəcənin qarşısında duran DY katetim hipotenuzun. Burada hipotenuz nədir? 90'ın qarşısı nədir? Hipotenuz 6 kökdə 3. 6 kökdə 3'ün yarısı olacaq. Yəni 3 kökdə 3. Deməli, DY-ni tapdım ki, 3 kökdə 3'dür. Aha. Qaldı məndə nəyi tapmaq? YC-ni tapmaq. YC-ni tapmaq üçün deməli 3 bucaq DYC-yə baxıram. 3 bucaq DYC düz bucaqlı 3 bucaqdır. Düz bucaqlı 3 bucaqda katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratıdır. Bu 3 bucağın katetləri DY'dir. Yəni DY'nin kvadratı üstə gəl YC-nin kvadratı bərabər olmalıdır hipotenuz 90'ın qarşısındakı tərəf DC'nin kvadratını. DY bizdə 3 kökdə 3'dür. 3 kökdə 3'ün kvadratı üstə gəl YC x-dir. X-in kvadratı. DC də bizdə 6 kökdə 3'dür. 6 kökdə 3'ün kvadratı. Buradan x kvadratı olacaq necə?
Deməli 36 vurulsun 3 çıxılsın 3'ün kvadratı 9 vurulsun 3. Bu da bizde olacaq 20. Deməli 7 vurulsun 3. Yəni 81'dən də 9 çıxacaq. Bunu belə yazmayaq, 9'un kvadratı yazaq. X da olacaq 9. Burada Pifagor teoremi tətbiq eləmədən də yazmaq olardı əslində. Bura 30'dur, bura 60 dərəcədə onda, düzdür. 60'ın qarşısında duran x, 30'un qarşısında duran 3 kökdə 3'ün kökdə 3 misli olmalıdır. O da elə 9'dur. Pifagorla yazmadan da elə 30-63 bucağı ilə tapmaq olur. Yəni hər ikisi də düzdür. 81-ci sual A kvadrat üstəgəl B kvadratını tapın. Deməli, 2 dənə modul ifadə verib ki, cəmi 0 olmalıdır. Nə zaman 2 ədədin cəmi 0 olar? Müsbət ədədlə mənfi ədədin cəmi. Düzdür? Burada da modul heç vaxt mənfi ola bilməz. Modul ya 0 olur, ya da müsbət olur. 2 müsbət ədədin cəmi də 0 verə bilməz. Onda məcburam ki, hər bir modulu mən 0-a bərabər edeyim. Yəni, A üstəgəl B çıxılsın 3-də 0 olmalıdır. Həmçinin A vurulsun B çıxılsın 2-də 0 olmalıdır. Buradan A üstəgəl B bərabər 3 alınır. A vur B də bərabər 2 alınır. Mənim ədədlərimin cəmi və hasili məlumdur. Əslində elə ilk baxışdan ədədləri tapmaq olur. 2 və 1'dir. Cəmi 3, hasili 2. Amma deməli 2 və 1 yazsaz ətraflı həll tələb etdiyi üçün yaxşı bal verilə bilməz. Onun üçün gəlin belə yazaq. A kvadrat üstəgəl B kvadrat cəmini mənə nə verilib? Cəm verilib, hasil verilib. Cəm və hasildən istifadə edərək müxtəsər vurma düsturu kimi yazaq. Cəmin kvadratı çıx 2AB. Bu bizim köməkçi müxtəsər vurma düsturumuz idi. Cəm neçədir 3? 3'ün kvadratı çıx 2 vurulsun hasildə 2'dir. 9 çıx 4, o da 5'e bərabər. Cavabımız 5'dir. 82-ci sual funksiyasının qrafikinin simmetriya oxu x bərabər mənfi bir düz xəttidir. Funksiyanın qiymətlər çoxluğunu tapın. Funksiyanın deməli bu düzəlsin bir dəqiqə. Aha. Bu da belə. Bu niyə belə oldu? Bir saniyə. Aha. Biraz düzəldi. Funksiyanın simmetriya oxu deyən zaman x bərabər m nəzərdə tutulur. Bu m bizdə nə idi? Bəzən m, bəzən də x0 kimi yazılır. Gəlin m yazmayaq. Misalın içində də m var, qarışmasın. x0 yazıram. x0 nədir? Yəni verilmiş parabolanın təpə nöqtəsi. Mən parabolanı bu şəkildə çəksəm. Bu parabolanın təpə nöqtəsi x-i hardadır? Baxın, mənfidədir. Mənfi 1'də. Mənə nə deyir? X bərabər mənfi bir düz xəttidir. Simmetriya oxu. Simmetriya oxu parabolanın təpə nöqtəsindən keçir. Aha, belə olacaq. Bunu bir dənə düzgün çəkə bilsəydim. Aha. Mənfi 1, yəni x mənfi 1'dir. Bu da parabolanın təpə nöqtəsidir. Parabolanın təpə nöqtəsini bəzən mn kimi, sadəcə burada m verilib deyə m yazmıram artıq qarışmasın da. Bu başqa m'dir. B-dir, bu x-in əmsalıdır. Gəlin x0 kimi yazaq. x0, y0 kimi. Təpə nöqtələrimi qeyd edirəm. İndi x0, yəni absisim neçədir? Mənfi 1, düzdür? Mənfi 1'dir. Mənim y0'ım parabolanın təpə nöqtəsinin ordinatıdır, yəni y-dir. Mənə deyir ki, bu funksiyanın qiymətlər çoxluğunu tap. Qiymətlər çoxluğu, əgər x kvadratının əmsalı müsbətdirsə, burada 1'dir, müsbətdir. Müsbətdirsə, qiymətlər çoxluğum hər zaman y0'dan başlayır, müsbət sonsuzluğa doğru gedir. İndi mən y0'ı tapmaq üçün verilmiş deməli düsturda funksiyanın yerinə, yəni funksiyada x-in yerinə qoymalıyam. Mənfi 1. Mənfi 1 qoyub y-i tapacam. Deməli, mənfi 1'in kvadratı üstəgəl m vur mənfi 1 üstəgəl m üstəgəl 13 bərabərdir. 1 çıx m üstəgəl 13 14'e bərabərdir. Düzdür? Deməli, qiymətlər çoxluğum 14'dən başlayır, müsbət sonsuzluğa doğru gedir.
83-cü sual. Qrupdakı 40 tələbənin 55% oğlandır. 40-ın 55% oğlandır. Sıfırlar getdi. 5'e ixtisar aparsam 2, 5'e ixtisar aparsam 11. Bu da olacaq 22. Deməli 22 oğlan var. Onda nə qədər qız var? 40-dan çıxıram 22-ni, 18-dən də qız var. 18 nəfər. Daha sonra qrupa yeni gələn 10 nəfərin neçəsi oğlan olmalıdır ki, qızlar bütün tələbələrin 40% olsun. Qızlar 40% olursa, oğlanlar da 100% çıx 40%, yəni 60% olacaq, düzdür? 60% oğlanlar. Aha. Gəlin oğlanlarla işləyək, çünki bizə deyir ki, oğlanların neçəsi. Düzdür, elə oğlanlarla da işləyək. Deməli 60% oğlan olmalıdır. Bərabərdir, yəni %60 oğlan olmalıdır. Bütün sinifdə 40 tələbə var idi, onu da yeni gəldi. Düzdür, 40 üstə gəl 10, yəni 50 nəfər oldu ümumi tələbələrin sayı. Sürətdə də mən oğlanları yazmalıyam ki, oğlanlar %60'dır da, yəni 60%'dir. Oğlanlar əvvəl 22 nəfər idi. İndi bilmirəm neçəsi yazıb, bilmədiyim şeyə hər zaman x deyirəm. Üstə gəl x yazıram ki, bu x nəfər bizdə oğlandır. Yəni məndən soruşulan budur. Mən bunu deməli ixtisar aparsam 0'a, bunlar getdi. Həmçinin 2'yə də ixtisar aparsam 3, burada da 5. Necə oldu? 22 üstə gəldi, x bölünsün 50 bərabərdir 5'də 3'ə. Bunu da deməli 5'ə yenə gedir, burada qaldı 10. 22 üstə gəl x, 10 vurulsun 3, yəni 30'da x də bərabərdir 8. Deməli 8 nəfər oğlan gəlməlidir. Cavabımız elə 8 olacaq. 84-cü sual deyir ki, ABC üst bucağında ABC bucağım 90'dan böyükdür. Yəni ABC bucağım ABC 90'dan böyük. Yəni çorbucaqlı üst bucaqdır. Perimetrin ala biləcəyi ən kiçik qiymət. Deməli burada BC 15'dir, AB'də 8, AC'də olsun x. X'in alacağı qiymətlər digər iki tərəfin cəmindən, yəni 23'dən kiçik olur. Amma burada deyirik çorbucaqdır. Onda kök altında bunların kvadratlarının cəmindən böyük olmalıdır. 8'in kvadratı üstə gəl 15'in kvadratı. Pifagorla yadınızda saxlayın da 90 dərəcə olanda hipotenuz katetlərin kvadratlarının cəmi olurdu. Düzdür, kök altında. Amma 90'dan böyük olduğu üçün kvadratlarının cəmindən də böyük olur. Yəni buradan bizə çıxır kök 17, x 17'dən böyük, 23'dən kiçikdir. Ala biləcəyi ən kiçik qiymət istədiyi üçün 17'dən böyük ən kiçik qiymət 18'dir. Amma demir ha tərəfin ən kiçik qiyməti perimetrini istəyir. Perimetr də bərabərdir 8 üstə gəl 15 üstə gəl 18. Bu da 41 olacaq. Perimetrin ən kiçik qiyməti elə 41 imiş. 85-ci sual. Birinin sürəti digərinin sürətindən 35 km/saat çox olan iki avtomobil eyni anda A məntəqəsindən B məntəqəsinə yola düşdü. Avtomobillərdən biri 4 saata, digəri 3 saata çatıb. Məntəqələr arasındakı məsafəni istəyir, yəni yolun uzunluğunu istəyir. Birinin sürəti x-dır, digəri ondan 35 km/saat çoxdur, yəni x üstə gəl 35. Sürəti çox olan təbii ki daha tez çatıb, yəni 3 saata çatıb. Sürəti az olan isə yavaşdır, yəni daha gec çatıb 4 saata. Və məsafəm eynidir. Düzdür? Onda birincisinin deməli getdiyi yol S1 bərabərdir. Sürət vur zaman, yəni 4x. İkincinin getdiyi yol yenə sürət vur zaman. 3 vurulsun x üstə gəl 35'dir. Və məsafə eynidir. Hər ikisi də A'dan B'yə gedib. Düzdür? Yəni bu ikisi bir-birinə bərabərdir. 4x bərabərdir 3 vurulsun x üstə gəl 35. 4x bərabərdir 3x üstə gəl 105. X də bərabərdir 105'ə. Məndən istəyir məntəqələr arasında olan məsafəni. X bizdə nədir? Sürət, məsafə deyil. Məsafəm nə idi? 4x. S də bərabərdir 4 vurulsun 105. Yəni 420. Cavabımız 420'dir. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. İmtahana çox az bir vaxt qalıb. Hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, hər biriniz
istədiyiniz nəticəyə nail ola bilərsiniz. Nə sualınız olsa, hansı mövzu izahı, qayda izahı istəsəniz, şərhlər bölməsində qeyd edə bilərsiniz. Bu cür videoların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.